Friterdə işləyəndə birinci təhlükəsizliyinizi qoruyun. Bu sizin özünüz üçün önəmlidir. Çünki orada yağ qızğındır. 200 dərəcə yağ yandırmaq nə deməkdir? Ona görə öz təhlükəsizliyini qoy. Bunun üçün setkanı içərdən götürürsən, da bunun burasında qoymuşsan. Bunu nə vaxt öyrənəcəksən, biləcəksən nə deməkdir, onu da bura qoyub içinə qoya bilərsən. Bunu götürürsən, qoyursan qırağa. Qıraqda qəşəng akuratını yığırsan. Gəl bura. Gəl bura yığ. Bu istidir ha, əlini yandırarsan. Telefonu qoy qırağa, ana. Bunlar birinci. Fərqi yoxdur, götür. Birini də götür, qoy. Elə götürsən ki, bu əzilməsin. Nəyə görə? Bu, buradakı belə götürsən, ha, bu sənin əlini dişləməyəcək. Çünki bunu sən özün əlinlə eləyirsən. Burada nə var ki? Əlini heç vaxt qorxudub belə götürmə yenə. Belə çəkdin, baba, belə elədi. Aha, götür. Nabarot, əlində bir də belə qəşəng elə. Sonra qoy yine ora. Başa düşdü? İndi götürsən bunu astaca. Qoyursan friterə. Qoy az qalsın, az qalsın. Dərəcəsi az qalsın. Qoy, 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 qoy. Qoy, 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 qoy. İndi orada onun dərəcəsini azalt, dedi. Nə vaxt ki, gördün bu qaynardan düşür, onu da acı xod verirsən. Çünki burada çox qızardı. Başımız orada qarışdı, bu çox qızardı. Bunun rəngi açıq qızılı rəngdə olmalıdır. Bu məsələ çox qızarıbdır. Hamısı təcrübəsizlikdəndir. Sərişdə olmamasındandır. Gəldikcə öyrənəcəksən. Bir dəfə, iki dəfə, üç dəfə, dördüncüdə görəcəksən ki, səndə alınır. Ha? Çox qızarıb bu. Çox qızarıb. Hə, hə. Başımız orada qarışdı. Yox, yox, yox. Görsən indi bax, onun rəngi совсем başqa cür alınır. Biraz rəng qızan. O indi açıqdır hələ, o bişməyibdir. Ona görə xodunu çəkdi ki, o sengisi. Hə. İçi parlasın. Xodu az manqalda da elədi. Biraz xodu az olanda qəşəng pişir. Yox. Sütü yox, qəşəng pişir. Elə tamam. Əgər manqalda xodunu az eləyirsənsə, altını yayırsan, xodu az olursa, o ət tamam quruyur. Başa düşdü? Məni başa düşdü? Kim sənə onu deyirsə, o səhv deyirsə. Manqala qoyduğun kabab pişməlidir. Onun altını çəkirsənsə, o orada öz keyfiyyətini itirir. Daha çox da qoymursan ki, yandırsın. Yəni normal saxlayırsa temperaturda yaxşı olsun. Bəs xına rəngində olur da. Bir balaca, bu çox qızarıb, demirəm mi?